Hər birinizə minnətdarlığımızı bildiririk. Bağırlı Kənd Kitabxana filialının müdürü Məhsəti Məmmədovanın təşkilatçılığı ilə tədbirimizi açıq elan edirik. Ümumili lider Heydər Əliyev, vətən uğrunda canından keçən şəhərlərimizin və tədbirinə yığışdığımız mərhum 1-ci Qarabağ qaysisi Abil Əmrahovun ruhunu bir dəqiqəli sükutla yad edir. Sadəcə bir insanı anmağa deyil, 1-ci Qarabağ müharibəsinin iştirakçısı, qazisi Dədə Şəmşir ocağının layiqli davamçısı, nəvəsi, qəlbi vətən eşqi ilə böyüyən gözəl qələm sahibi Abil Allahverdoğlu Əmrahovun ruhu qarşısında baş əyməyə, onun şərəfli ömür yolu vərəqəməyə toplaşmışır. Abil 1973-cü ildə Kəlbəzərin o cənnət misalı, Sünkar təbiətə malik Bağırlı kəndində dünyaya göz açmışdır. Onun uşaqlığı o dağların dumanında, təmiz havasında geçti. 1980-ci ildə addımladığı məktəb illərini 1990-cı ildə başa vurdu. Lakin onun gəncliyi dinc bir dövrə təsadüf etmədi. 1988-ci ildən bədnam qonşularımızın, xalqımızın başına açdığı müsibətlər, tökülən nahaq qanlar Abilin də ürəyində intiqam məşəl yandırmışdır. Xüsusilə 1990-cı ildə Azərbaycanın ilk şəhid qadını, doğma xalası Çimnaz Şəmşir qızının mənfur düşmənlər tərəfindən qətlə yetirilməsi Abilin daxilindəki o qisas alovunu daha da artırdı. O gənc yeniyetmə idi, amma böyük bir kişinin qeyrətini daşıyırdı ürəyində. Can atırdı ki, tezliklə əlinə silah alıb, xalasının və günahsız qurbanların qisasını alsın. Və o gün gəlib çatdı. Abil doğma Kəlbəzərdə hərbi xidmətə çağırıldı. 1992-ci ilin aprel ayı idi. Ya zərurətdən, ya da qismətdən 7-sindən 8-sinə keçən gecə Abil Ağdamanda nənəsi Güllü xanımın qonağı olur. Səhər açılar-açılmaz kəndin üzərinə ölüm yağdıran o amansız hücum başlayır. Təsəvvür edin, ananın balanı, balanın ananı itirdiyi, fəryadların göyə bülənd olduğu, düşmənin yaratdığı o cəhənnəmin, qətliamın içində Abil tək başına qəhrəmanlıq nümunəsi yaradır. O iki köməksiz, taqətsiz qadını, Dədə Şəmşirin əmanətləri, nənəsi Güllü nənə və xalası Yaxşı xanımı o alovların, güllə boranın içərisindən çıxartmaq üçün sinəsini sipər edir. Nənəsi ilə xalası gənc Abilə yalvarırlar ki, oğlum, sən cavansan, qaç, canını qurtar, bizi zirzəmidə izlə. Abil isə onlara qəti etiraz edir. O örneği şərəfsiz yaşamaqdan üstün tutur. Əlindəki ov tüfənginin 3 gülləsini ayırıb, pencerin sol döş cibinə qoyur. O, heç zaman ürəyinə gətirmədiyi bir sözü dilinə gətirərək, əgər düşmənimizi yaxalayarsa, üçünüzü də özüm güllələyəcəm. Amma o namərdlərə əsir düşməyə icazə verməyəcəyəm deyir. Çünki Abil düşmənin nə qədər şərəfsiz və qəddar olduğunu artıq yaşanmış Ocalı faciəsindən bilirdi. Ayağından güllə yarası almasına baxmayaraq, böyük çətinliklə qətliamın içərisindən nənəsini və xalasını təhlükəsiz bir əraziyə çatırdıqdan sonra yenidən mühasirədə qalmış kənd cəmaatının haraya qayıtdı. Ağdamanda baş verən o dəhşətli, öz gözləri ilə görən Abil Ağdərədə, Laçında və Kəlbəzərdə ən qaynar döyüş nöqtələrində iştirak etdi. 1992-ci ildə Ağdərə uğrunda gedən qanlı döyüşlərdə Ağdabanın və Ağdabanlıların qisasını gücü çatdığı qədər
düşməndən döyüş meydanında alır. Ağdaban faciəsini Habil Əmrahovun öz dilindən işləyir. Daim Ələsgərin bir Malkalibr deyilən tüfəngi var idi. Onu götürdüm. Onunla mən başladım, orada nəsə müqavimət göstərməyə. Nənəmlə xalama dedim ki, bəs hazırlaşın, kəndə alırlar. Həmin vaxt biz oradan bir təhər gülləboran qabağına çıxdıq. Orada mən onlarla elə bil atışırdım. Onlar gülləboran edirdilər. Qutaranda biz durub irəliyirdik də qaçırdıq. Ağdaban faciəsi zamanı bilirsiniz ki, kənddə bir-birinə yaxın olmayan insan yoxdur. Bəli. Amma ən böyük zərbə Aşıq Şəmşir ocağına, Qurban nəslinə dəydi. Bir gündə 15 nəfər şəhid verdi Aşıq Şəmşir ocağı. Və ən yaxınları və oradan tək o yaxınların içərisində xilas olan nənəm Güllü və xalam Yaxşı xanım oldu. Onları da mənim narkəm qardaşım çox cavan dünyasını dəyişdi Habil. O çox böyük sücayət göstərdi, döyüş yolu keçdi və birini kürəyinə bağlamışdı, birinin əlindən tutmuşdu və o ağır bir şəraitdə ki, Ağdaban 4 tərəfdən mühasirəyə alınmışdı, çox çətin bir vəziyyət idi. Düşmən gülləni yağış kimi yağdırırdı insanların üstünə və mənim qardaşım nənəmi, xalamı düşmənə əsir verdi. 1993-cü ildə Kəlbəcərin işğalı zamanı Laçında hərbi xidmətdə olan Habil, Laçından Murova qədər məşəqqətli soyuqdan, amansız düşməndən, yüzlərlə insanın qərq olduğu o keçilməz aşırımlardan, qarlı buzlu dağlardan, sıldırım qayalardan əskər yoldaşını çiynində daşıyaraq xilas etdi. O təkcə yaralı bir əskəri deyil, Azərbaycanın gəncliyini, insanlığını və əskər şərəfini çiyinlərində daşıdı. Adı qəhrəmanlar sırasında yazılmasa da, Habil əsil qəhrəman idi. Əlbəttə, fitri istedad sahibi sazının telində el dərdi dinən Qurbanın, Ustad Dədə Şəmşirin, şair publisist Qəmbər Şəmşiroğlunun, böyük istedad sahibi Ələsgər Şəmşiroğlunun, yaradıcı aşiq Şabər Şəmşiroğlunun, əmisi tərcüməsi şair Mülkü Əmrahovun ailəsində dünyaya göz açmışdı. Qulağına anasının laylasında neçə-neçə bayatı, oxşama axmışdı. Habil həqiqi fitri istedada malik idi. O bütün dilli və simli alətlərdə ifa etməyi bacarırdı. Amma taleyin hökmünə baxın ki, o bənzərsiz ifaları ilə geniş kütlələrə tanına bilmədi. Musiqisi də özü kimi sakit, vüqarlı və təvazökar qaldı. Gənc şair kimi qələmindən süzülən ilk misralar da elə vətənin özünə və vətənin uğrunda canından keçən 20 yanvar şəhidlərinə həsr olunmuşdu. Şəhid ilhama və öz sevgisini, sədaqətini, ilhamına canı ilə sübut edən Fərizəyə həsr etmişdi. Habil ürəyinin fəryadını sətirlərə belə köçürmüşdü. Yaşa, ey qeyrətli Fərizə bacım, İlham ölməyib yaşayacaqdır. Bilirəm ki, talan olub, o viranə bağ gəzirəm. Necə deyim, bu vəhşətdir, qınamasın bilər bilməz. Mənim dağdan dağ yüküm var, mən hələ də sağ gəzirəm. Bütün soydaşlarımız kimi onun da bəxtinə köçkün ad yazıldı. Vətən itkisi, müharibənin buraxdığı dərin izlər onun səhhətinə də təsirsiz öpüşmədi. Müalicə olunmaq üçün Rusiyanın Sankt-Peterburg şəhərinə yollandı. Uzun illər o şəhərdə yaşadı və təhsil aldı. Amma cismən harada olursa olsun, bir gün olsun vətəni düşünməkdən, onun dərdini və səhərini ağ vərəqlərə köçürməkdən usanmadı. Qürbət onun vətən həsrətini söndürmədi. Əksinə içindəki o müqəddəs alovu daha da alovlandırdı. O yad ellərdə hər zaman kökünə, milli mənəviyyatına sıx bağlı yaşadı. Verdiyi sözə hər zaman əməl etdi, dostluqda, qohumluqda daim dürüstlük və mərdlik göstərdi. Dostluqdan söz düşmüşkən, Habil müəllimin ən yaxın dostu Maksud müəllimə söz verir. Daha küçükdə çətin yol haqqında danışmaq. Amma həyat da biz orada öyrənətdə çox yaxın olduq, şeydən olduq. Dostluğumuz çox möhkəm oldu. Amansız xəstəliyə yaxalandığını öyrəndi.
Sanki o yaralı ürək anasının gedişinə çox dözə bilməmişdi. O bu ağır xəbəri mən kimi üsyansız, vüqarla qarşıladı. Xəstə vaxtı qələmə aldığı o qəmli şeirləri şair publisist Sevinç Azadlının təqdimatında olan videosafizdir. Şeş attın, çevrildi bir mənim oldu. Ummadım bir tikə qismətdən ötər. Çox oldu, az oldu. Dedim ki yetər. Habil, zülm olar mı de, bundan betər. Xeyir arzuladım, şər mənim oldu. Qazimizin ailə üzvləri, hörmətli idarə məsləhət rəhbərləri, icra nümayəndələrimiz, sizin hər birinizə icazə verin, Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Azər Qocayevin adından salamlayım və deməli qazimizin ailə üzvlərinə baş sağlığı verim. Gəlmişəm əmimlə bacıma qonaq. Buralar ruhuma yad gəlir ancaq. Dədəmin qəbrindən müqəddəs torpaq, anamın pirindən qur gətir mənə. Mən bir bacı olaraq Habil haqqında nə deyə bilərəm? Habil haqqında bugün nə qədər çox danışsam, yenə də bəlkə də bir kitaba sığmaz. Əziz Əmin, bugün sənin aramızdan ayrıldığın günüdür. Səndən ayrı qalsaq da xatirələrin hər zaman bizimlədir. Ayırdan ötüb gedə, iller hara gedirsiniz, iller hara gedirsiniz, gedirsiniz. Uzaklardan yolum kəsər, uzaklardan gözüm çəkən, yollar hara gedirsiniz, yollar hara gedirsiniz. Habil son nəfəsində dedi ki, vətən gələ bilmədi. O son sözünü Kəlbəcərlə bağlar. İnsan nə qədər vətən sevən olar, mən onun Habilin timsalında gördüm. Bugün mənim Habillə bağlı ən böyük təsəllim Habilin nəyə kübrayıya, bütün Azərbaycan xalqına bəxş elədiyi tərbiyəli, təhsili, mənəviyyətli, yolun davamçısı babamız Elçindir. Habilin oğlu orta məktəbi yərin kütlərindən biri qızıl medalla bitirdi. 700 bala qədər balla universitetə daxil oldu. Sabah qruplarını bitirdi. Magistr təhsil aldı. 101 ballan dövlət qulluğundan keçdi. Və bir bacı kimi sonunda deyirəm ki, əzizim, badamı var. Üstə var, badamı var. Gəl qardaş bir qapından, desinlər, adam var.